axırda bir cümlə xanım Ümmül Bəninə təvəssül eləmək istəyirəm ki, həyatımda xeyrin çox görmüşəm. O qapını xanıma nəzir deyəndə tez qəbul olur. Mən tövsiyəm budur ki, kim nə hacəti olsa ona təvəssül eləsə tez qəbul olunur. Hələ ilk dəfə gəlin gələndə deyir, tarixdən oxuyuram sizin üçün, deyir, gəldi, dedi ki, bu evin böyük qız icazə verməsə mən bu evə daxil olmaram. Zeynəbdən icazə aldı Əlinin evinə gəlin gələndə. Ondan sonra deyir, düşdü yerin kəndarını öpdü qapının. Qapının kəndarını öpdü, uşaqları topladı, dedi, mən bu evə xanım olmağa gəlməmişəm, biləsən. Mənə kəniz kimi baxın, mən sizin kənizinizəm, sizə xidmət eləməyə gəlmişəm. Tarixdə var, adı Fatimə idi. Həzrət Əliyə dedi, ev əhlinə dinən məni Fatimə adından çağırmasınlar. Görürəm, Zeynəb narahat olur. Mənə Ümmül Bənin desinlər. Oğluna da öyrətmişdi ki, qardaş deməyəsən Hüseynə. Ona mövla denən, ağa denən, sən Fatimə balalarının nökərisən. Ona görə deyirlər, atdan yerə düşəndə, ya əxa, qardaş eşidən İmam Hüseyn deyandı. Bəlkə neçə ildir bu sözün arzusunda idi. Ariflərdən belə bir söz nəql edirlər, deyirlər, cürəti olmazdı yenə də qardaş deməyə. Fatimə gəldi başının üstünə. Fatimə dedi ki, qardaşlığı çağır. Xanım Zəhranın hörmətinə qardaş dedi İmam Hüseynə. Bunu ariflər deyir.